Salam uşaqlar, daha bir məsələnin izahına baxaq. Deməli 31-ci sual. Burada bizə ilk öncə nəyə müəyyənləşdirməlisiniz? Başlanğıcları və məhsulu. Başlanğıclarımız qrafikdə aşağı düşənlərdir. X üstəgəl Y alınır Z. Biz bunu qeyd elədik. Baxırıq ki, biz ümumiyyətlə məsələlərdə nəyə diqqət eləməliyik? Sərf olunanlara. X nə qədər sərf olunub uşaqlar? Baxın 56-dan düşüb 0-a. Deməli X nə qədər sərf olunub? 56 qram. Bəs Y nə qədər sərf olunub? C-dən düşüb 38-ə, yəni C-38 qram sərf olunub. Bəs Z-imiz nə qədər alınıb məhsulda? 68 qram. Ümumiyyətlə, məsələ işləyərkən hər zaman sərf olunmadan istifadə etməliyik. Başlanğıcdan və qabın içində qalanı istifadə etmirik. Kütlələrin saxlanması qanuna əsasən sağ tərəfin kütlələri cəmi sol tərəfə bərabər olacaq. Sol sağa bərabər olur. Yəni 56 üstəgəl C-38 bərabərdir 68-ə. C-miz də bərabərdir 50-yə. Bu qədər sadə.